Salam değerli izləyicilər, 29 iyun 2025-ci il Profesör İlham Rəhimov Rusiyanın Yekaterinburg şəhərində soydaşlarımıza qarşı baş verən hadisə ilə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb. News 24-ün məlumatına görə Profesör İlham Rəhimov açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təşkilat Yekaterinburg şəhərində Rusiya vətəndaşları olan Azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq mühafizə orqanlarının əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə tələb edir. İlham Rəhimov bildirib ki, hadisədən xəbər tutan kimi dünən Yekaterinburg şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə həm ətraflı məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb. Profesör baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib və o hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nüfuzundan istifadə edəcəyini də qeyd edib. Profesör İlham Rəhimov eyni zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, Azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə xidmət hərəkətlərindən yayınmağın vacib olduğunu bildirib.